bilirsən ki, bir dəfəlik gedəsən. Ay da. С кем gəzəcək bu dükkanın sadı? Ama şu ne bu? Вы идите. Да. Вы куда? Мы здесь будем гулять и вернемся. Я буду с ними гулять. А я и так не засну, брат. А они как будут? Они что, без машины поедут? Да что тут таксист? Они не хотят идти к машине, им легче тут выйти, они выйдут туда, пройдут Салам, и сядут салам. на такси. О. И все сморкаются. Салам. Словакiya'dayım. Burası Slovakiya'da. Burada hem burunların, necə çox sağ olun. Что, хоть сегодня сильно гуляем? Uşaqlar da orada hoşuma geldi bura. У тебя есть право? Ha, prav neydi? Niye ne acaba almışsın Bakıda? Okusun 2 ay bəsdir. Yox. Mən universitetləri çəkməyə gəlmişəm buraya Edu Global'la. Çox sağ olun minne. Allah sizə. Oo 1300 nəfər. Burada silikonlu yoxdur. Mən bir dənə qız görmürəm silikonlu. Burada heç ayağını qırxmayan qızlar da var. Bura Slovakiyanın paytaxtı. Как Bratislava. Салам, Азербайджан. 1400 человек. Ты видел? Bu bizim dostumuzdur. Yəni Edu Global'ın Slovakiya təmsilçisidir. O bağışlayırsan. Biz gəlmişik universitetləri çəkək. Buranın universitetləri çox maraqlıdır və sizin aylığı yoxdur. Yazma ayaq qırxmaq yazmış. Benim aylığı. Bura şəhərdir. Biz gəlmişik buranın universitetlərini çəkək. Göstərək ki, burada tələbələr həm oxuya bilir, həm qanunu işləyə bilirlər. Həm illik necə deyim, təhsil haqqısı çox deyil. Demək olar yoxdur. Nə? Əlaqə necə quraq? Telefon nömrəsi Edu Global 050 504 0001 050 504 0001. Biləsiniz ki, burada gəldiyiniz günü amma əyani oxuyursunuzsa, sizə 3 il oturum icazəsi alınır burada. Və burada общежитielər çox ucuzdur. 80 euroyadır. Bir otaqda 2 nəfər qala bilir, 3 nəfər qala bilir. İş imkanları da var ki burada. İllik təhsil haqqı nə qədərdir? Seymur, burada illik təhsil haqqı olmur. Burada bir dəfə Edu Global'a ödəniş edirsiniz və qəbul olunursunuz və illik burada təhsil demək olar ki pulsuzdur. Yəni o pulun içində 4 illik, 3 illik təhsilinizin haqqı ödənir. Bu Slovakiyadır. Bir şey güney salam. Mən sabahları universitetləri görəcəyəm. Bura niyə yaxşıdır? Almaniyadan, nə bilim, başqa ölkələrdən həm ucuzdur bura, həm də təhsili. Ödəniş necədir? Ödəniş Tahir Əkbərin yoldaşı Bratislavadayım, bəli. Yazıblar Bratislava. Amma biz Bratislava demirik axı, biz haranı deyirik? İndi hara geçeceğiz sabah? Nitra. Sonra Preşova. Nitra bir də Preşova. Preşovada gənclər səhərci idi. Bütün universitetlər buradadır. Burada tələbələr də oldu. Çox sakitdir. Xeyr, mən oxumağa getməmişəm. Mən gəlmişəm buranın çəkiyim, valideynlərə göstərim ki, evladlarınızı yəni heç tərəddüd etmədən bura göndərə bilərsiniz. Viza çətin deyil. Xeyr, Slovakiya viza almaq qiyabi təhsil var, amma qiyabi təhsilini neyinirsiniz ki, burada əyani gəlib oxusanız daha yaxşı olar. Yəni doğrudan oxumaq istəyənlər üçün. Avropada qəbi yox. Avropada qiyabi yox, əyani yoxdur. Əyani var, qiyabi yoxdur. Avropada yaş həddi yoxdur. Yaş həddi yoxdur burada. Xeyr, yaş həddi yoxdur Turan. Yəni mən sizə açıq deyim. Viza düzəldib gəlib burada qaçqın kimi qalmaqdansa, elə o pulu yalancı turizm şirkətlərinə verib
viza düzəldib qaçıb gəlib qaçqın kimi burada qalmaqdansa, elə o pulu vergi ilə gəl təhsil al. Həm işdə burada qanuni. Həftəyə 300-500 euro qazanmaq imkanı var burada. Ofisiant diplom tanınır, Avropanın diplomları hamısı tanınır. Əyani diplomlar dünyanın hər bir yerində tanıyır. Qiyabilər tanımır. Məncə aldanıb da evini, eşiyini satıb, gedib xaricdə azul qalmaq, qaçqın qalmaqdansa, gəl burada 3 illik oxu, oxuya, işdə gidən, özünə gün güzaran qur, yaşa burada. Yoxsa gəlib burada devləti pisləməklə, ölkə pisləməklə heç nə olmur. Qurban olsun sizə. Azerbaycan. Oğlan köyünün arkasında Azerbaycan. Ana. Serif. Qurban olum Azərbaycan. O İranlıdır 100%. Azərbaycani. Yo, İranlıdır o, yazıb Azərbaycani. O Güney Azərbaycanlıdır. O Azərbaycanlı deyildi. Çünki on İranski, потому что мы не пишем Azərbaycani, он пишет Azərbaycani. У нас такого нет. Ümumilikdə nə qədər xərc? Onu gərək siz 050 504 0001-ə zəng vurun. Bura Almaniya deyil, bura Slovakiyadır. Oranın da paytaxtıdır. Bratislavadır. Mən Bratislava şəhərindəyim hal-hazırda. 504 04 00 xeyr. 04 504 0001 504 0001 Çox qəşəng şəhərdir. Və mən buradayım indi. Birinci sakit şəhərdir. Xeyr, qızım evdədir. Братан, я это всегда поддерживаю. Yox, mənim anam Almaniyada yaşayır. Rəmziyə xanım, Viyanaya biz indi yox, gələn ay gələcəyik. Qiymətlər baha deyil. Burada, misal üçün, təsəvvür edin, opşitidə qalmaq bir otaqda 3 nəfər qalırsa 80 euro pul ödəyir. Plus işləyirsən, həftəli bir 300 euroda gündə 5 saat işləməklə qazanırsan, ayda 1500 euron var, 300-400 euro çıxırsan, raskodu var. Bura Slovakiyadır. Yox, mənim nömrəm deyil bu. Bu, elə yığın, deyin ki, deyib burada oturublar elə. Deyin ki, maraqlanmaq istəyirik. Amma bir şey deyim ki, fikirləşməyin ki, gəlib burada təhsillə gəlib, qaçıb gedib burada başqa ölkəyə getməyin. Mənə elə gəlir ki, kimsə xarici ölkədə yaşamaq istəyirsə, özünü doğrultmaq istəyir, gəlin elə burada rəsmi yaşayın, oxuyun, işləyin, özünüzü də yoxlayın. Magistr təhsili var. Amma əyani, qiyabi yoxdur burada. А у этого мальчика можно спросить, здесь аптека есть? Здесь. Nömrəni deyirəm 050 504 0001. Вы что-то хотите пить? Нет. Перекусить? Нет. Аптеку спросите здесь. Есть тут. Я отведу вас. Вы посмотрели? 050 504 0001. Orada Könül xanım var. Rəhbərləri Aliyə xanımdır. Əsas dil burada Rus dilində. Əsas biz privilegiyasındadır buranın. Burada siz Rus dilində rahat danışa bilirsiniz. Burada hamı Rus dilini başa düşür. Universitetlərdə də. Amma Almaniyaya getsiniz, sizin sprechen Sie Deutsch, Arschloch, Papistisch, Schweine. Nömrə 050 504 0001. Burada pilot qızlar ola bilər. Baxın, mən sabah gedirəm, burada bir şəhər var. Orada universitet var. Pilot oğlanlar, stüardessa qızlar. İş vizası düzəldir. Bəli, yox, siz burada 3 illik oturum yox ha, tələbə oturumu alırsınız. Виза требуется, но визу получить очень легко. Почему? Потому что вы идете учиться в очном, не в заочном, а в очном. Вы в неделю 5 раз будете ходить в вузы, там сидеть на уроках. Global ki bunları tanıyıram, bəli. Tanıyır. Avropa ümumiyyətcə
əyani təhsilini hər bir ölkə tanıyır. Qiyabi təhsili tanımırlar. Hem de Slovakya'da bu devlet üniversitesi. Bu özdə bu Slovakiyada dövlət universiteti, yəni özəl universitet deyil. Çencesi var. Ya v Bratislavi. Rusiyanın diplomlarını indi hal-hazırda tanıyırlar. Əyanilərdə, asanlı qiyabilərdə çətindir. Misal üçün 21 gün Rusiyada gərək olasan. Mən misal üçün oxuyuram da orada. Salam abi Turan. Азербайджанцев много или мало, я не знаю, но Кто сейчас проходит? вашей маме от меня огромный привет. Diplomla qəbul olunub magistr oxuya bilərsiniz və ya da ki doktorantura. Amma yenə də deyirəm əyani olmaq şərti ilə. Qiyabi biraz işləmək də olur, bəli. Burada iş də təmin edirlər. Oğlanlar üçün ən əsas iş burada. Bilirsiniz, Avropada, Amerikada kuryer işləmək ayıb deyil. 300 evroda gündə 5 saat işləmək həftədə çox yaxşı bir puldur. Yo, hiçbir dil bilmeyen magistratur oxuya bilməz axı. Elə şey olar. Da magistraturu deyirsən, ən azı İngiliscə bilməlisən. Tipografiya işi burada olmaz bence. Tipografiya Rusiyada daha populardır, hə? Burada da var ama burada popüler değil. Burada popular deyil tipografiya. Ya Bratislavi. Аттестатla qəbul olunur da, bəli, 11-ci sinif attestatıyla. Я уже 100 раз сказал, в Братиславе. Röya xanımla aram necədir? Yaxşıdır. Günlük 300 euro değil mi təmizlik? Yalan söhbətdir. Здесь мне пишут, что здесь домоработницей работать 300 евро получаешь в день. Harda o iş var? Ben gel burada ev yığıştırıram. Я хочу эту работу. 9000 евро в месяц, я согласен. Harda da o iş? Harda da ora? Это, кстати, реально. Как реально? 300 евро в день? Я объясню. Например, я работаю уборщицей, открываю себе Фирму, это совсем другое. И работаю Один как день, фирма. да, это можно, знаете, когда, если у тебя каждый день, и это то, квартира должна быть после ремонта, что ты должен целый день там кафель чистить. Это у нас в Баку тоже это не за маленькие деньги делают. Visa Edu Global şirkəti 18 ildir fəaliyyət göstərir. Ona görə onların xarici ölkələrin səfirliklərində bir etimadı olduqlarına görə onlar bilirlər kimi göndərir. Yəni kimsə qaçqın kimi gəlmək istəyirsə, gəlib Edu Globala deyə bilməz ki, mənim oğlum əsgərlikdən yayınmaq istəyir ya da mən Avropaya qaçqın kimi getmək istəyirəm, mənə viza düzəldin. Yox, onu heç kim eləmir. Əyani təhsil almaq istəyən hər bir kəs müraciət edə bilər. İlkin ödənişlə bağlı 050 504 0001-ə zəng vurun, öyrənin. Bura Bratislava şəhəridir. Çox xoşuma gəldi. Biz bugün yorğunum çünki 4 saat samolyot düşmüşük. Oradan da 2 saat yarımı bura. Biz 3 saate geldik buraya, düzdür. Мы 3 часа ездили с аэропорта сюда. Edu Global, hə. Xeyr, mən Avropaya köçməmişəm. Mən Avropaya qonaq gələm. Mən Azərbaycanıma qurban olum. Mən Avropaya gəzməyə gələm. Müjgan salam. Avropaya gəzməyə gələ bilərəm. Oxumağa gəlib gedə bilərəm. Amma yaşamağa Azərbaycanıma qurban. Qızımı qoymara gedərəm. Mənim ürəyimin yarısından çox oradadır. Görün necə gözəldir burası. Ətrafı göstərim. İsuyun da buradadır. Mənim əziz... İndi gördüm bunu. Elə biləm nəsə yapışdırmışam. Görün nə gözəldir. Hamısı oturub baxın. Dunay çayınıdır. Bakın Dunay çayı. Baku, конечно, красивее, но
Сюда приходишь учиться. Yani çok bakın hamısı piknik ediyor, oturup orada. Hiç kimde işi yoktur. Bu tam piknik oturublar görün. Geyren kim, fıtığını silen kim. Hiç kimde işi yoktur. Olmuşsunuz burada. Hemen burada birinci dəfə də oluram. Burası Slovakiyanın Bratislava şəhəridir. Alo. Alo. Salam, necəsiz? Salam. Mahirə bir nəsə yazıb. Milano evdədir, qurban olum. Vəfa ilə dünən danışmışım televizorda. Hamı elə bir ərəbəm onsuz da. Bəli, bəli. Azərbaycan nə oxuyum, qurban olum, mənə yazın. Görmədim nə yazmış, üzrlə hesab edin. Çox sağ olun, Bakılı qız var olun. Milaşka hələ anlayışı yoxdur. İnşallah gələn il onu gəzməyə gətirəcəyəm. Çox sağ olun Rəsulova Təmila xanım. 1200 nəfər adam var, cəmi 9000 like. Nə olar onu 50 min eləyin də, nə olar? Pulla deyil ki. 1200 nəfər adam var. Milan'a həkim görmək istəyirəm, ürək həkimi, göz həkimi görmək istəyirəm. Nə bilim, arzular da, amma özü böyüyər nə istəyər olar. Şengen vizası neçə günlükdür, məndə 1 illikdir. Mənim Allah bilə 10-cu Şengenimdir. Lastiçka, Allah sənin yazdığını sənin ailəvin başına gətirsin. Əzizlərindən görəsən inşallah. Çox sağ olun. Necə deyim, it balaları var, qanımı qaraldılar. King Charles, salam. Lastiçka, inşallah anon ölsün, mənə möhtac olsun ki, onun kəfənini mən alım. Yəni, göra qoya bilməsinlər anovu. Mənə desinlər ki, bir 50 manat ver, onun kəfənə bükək. Slovakiyadayım, bəli. Slovakiyadayım da. Düzüm. Bratislavadayım, axı. Hədə eyni yerdə. Bu da döndü şey, nə demişdim? Hara? Haradaydım? Dedim, haradasın? Ay Allah, neydi? Bir dəfə ay Allah'ın şəhəri sən dün oradayıq da biz. Dedim burada olma, dedim buradayıq da elə. Çox sağ olun, qurban olun, xoş sözlərinizə görə. Salam. Bayaq çox yorğun idim. Şəhər mənim ürəyimi sıxdı. Bura gəldim, ürəyim açıldı. Hələ bu indi bayaq elə bir çox şey idim, ürəyim sıxıldı. Verişlər bərbad olub bizsiz. İsa da onu deyir. Meydan soyuyor İsa. Məzuniyyətdədir. İsa da bugündən məzuniyyətdədir. Bratislava şəhəridir. Aygün xanım mahnısına burada zəng edirəm, açmırlar. Samir, почему им звонят, они не поднимают трубку? Вот я им сейчас написала. 05504 0001. İsa mənim qardaşımdır da, mən onsuz gedib, biz yeganə adamıq ki, biz bir-birimizi anlayırıq, ona görə bura gəlməyə dəyər, oxumaq üçün gəlməyə dəyər. Dostlar, arzumu tək qoymusunuz, nə deməkdir? Mən arzumun xətrini çox istəyirəm, Allah ona kömək olsun. Mən kiməm ki, mən o bir nəfər var ya, özünü böyük jurnalist sayılır, çıxıb bütün gün danışır. Mən benim oyam, avar-avar oturum bütün gün TikTok'da canavar sətdilənim. Benim işim, gücüm.
canlıdadır. Canlıda yazılır. 1300 nəfər adam deyərəm inşallah veriliş olar olmaz. İşimiz var. Olsun desin bakalım, ona göre cevap verin. Nömrəyə zəng çatır Nazır xanım. 050 504 0001. WhatsApp-a zəng edin. WhatsApp-a yığın. Sahibəsi özü cavab verəcək bütün suallarınıza. Nəvənizlə gəlsəz bura məncə. Çünki bura gəzməyə biz indi iş üçün gəlmişik bura. Mən sabah universitetə gedəcəyəm. Hansı ki şəhərci idi, oradan bütün universitetlərdir. Bizim Azərbaycan qızlarımız orada stüardessalığı oxuyurlar və oxuya deməli gəlirlər Emirates-dən, Qatar Airways-dən, bir çox hava yollarından gəlib burada stüardessa seçirlər. Tamam, buyurun. Pul para niyə yoxdur Malik? Pul məndə bir də İngilisdə. Pul olmasam Avropada nə attırıram? Buyurun, bakın. Ay bədbəxt, harda oturmuşsan? Qonşunun Wi-Fi ilə girib mənə bu sözü yazırsan. Mən Avropada oturmuşam. 11. sınıfın atistatı yoktu. Təhsil haqqı barəsində məlumat sizə verə bilməyəcəm. İzzət Bağırov nə olub? Biri girib yazıb İzzət Bağırov. 26. Deyə ala. Burnu fıtığın Perivod istəyir. Olmaz hə? Kolej здесь. 9-cu sinifdən kollecə girə bilər. Bəs voyinkomat? Bu adamın 26 yaşı var. Yani kolejden eski 26 yaşı varsa hə kollecə işləyə də bilər də girib. biz İzzət Bağırov Allah eləməsin. Niyə ölür? Abalaları var. 9. sınıf atistatınızdan kollecə düzəltəcəklər. Arzumdan nə qədər pul qopartdım. Anondan qopartdığım qədər lastiçka. İnşallah Arzunun başına gələn əzizlərimin başına gəlsin. Bir dənə bu bloka qoyum onda baş üstə. Görürsən ki şeydir də. Arzumdan özləyib. Azərbaycan'a mı gelirsiniz? Allahım. Neydi mənim günahım? Yox, tapa bilmirəm. Ha, söz. Salam canım. Ayın Yaxşı dərlər bizdən öpür. Как говорится, хочу в рай попасть. Ренат, я не знаю, как вам помочь в рай попасть, но в рай нужно попасть. В каком городе находится? Я сейчас нахожусь в Братиславе. 1600 nəfər var. Elastiçka, vızgır da, buradan da. At bloka onu. Attım sana bloka elastiçka, bas bayrağı. Təsir elədi. Gic oğlan bizi gic. O qırılmışların patilkalardır. Biri var, ağzını yumdurmuşum, danışa bilmir, məndən içində qalıb. Hiç tanışmıyor. O kadar güzel söz. Şalom. Lastiçka oldu bəyquş. Sabah oldu. Çox sağ olun. Kazım Zadə var ol yine. 1600 nəfər. Dostlar bir şey xahiş edeyim. 100 bin like edin də. Bak gelin qurban size 100 bin like edin də onu. 1600 nəfərik. Pul istəmirəm. Heç də bir dənə nə olar 100 bin like edin də onu. Əlviz ağlaması vurun da. İsa da bəli, İsa mənim qardaşımdır. Harda, mən hardaysa orada. Amma İsa harda, mən orada yoxam. Hay Allah. Mən siz ad günlərinə gedir, nə bilim, bahalı adamlarla görüşə gedir. Yazık canım. 44 bin, 50 bin eləyim, başınıza dönərəm. Çox sağ olun hədiyyələrə görə. Kazım Ağazadə, çox sağ ol. Atma, atam. Yenə demək istəyirəm ki, təhsillə bağlı 05504 0001. Alo. Alo, salam xanım. Bura Bratislavadır. Rus dili bəs eləyir. Bura hə, buranın rus dili mükəmməldir. Baxın, ona görə burada var, bu lap sıçdı batırdı ki. Bu süfrədə ilə bu sıçdı batırdı. Bu burunu təmizləmə. Bu promoyu uzaq, bu dəl şeylə
Dunay çayıdır bura. Ürəyim battı. Bu benim kulağımın dibində. Fıttığı. Allah kömək olsun bu. Görün necə gözəl oturublar. Bizdə də Heydər Əliyev mərkəzinin yanında icazə verirlər də belə oturmağa. Dəsmal verim nədir? Onu giyib başına qısmaq istəyirəm. Üf, ödüm ağzıma gəl. Amma sizə bir söz deyim, paltar burada bahadır. Bir dənə köynəyi bəyəndim, 70 euro. 70 euro 140 manat pul edir. Bura Bratislava'da. Çox sağ ol. Kazım Ağazadə, çox sağ ol. Drugu našel. Nəbadət bağıdır. Heç gülməyim yox idi. Nəbadət. Şirvan deməginə mən bayaq su içəndə bunun bir dənə səsi gəldi. İstədim durum bunun başına qapazı vurum ki. Onun şoz telefonum. Telefonu da apardı.